Mən məktubların birində müraciət elədim. Gör nə gülməli vəziyyətə düşmüşüm. Məktub yazmışam. Prezidentin Mehriban xanımın adına. Yazmışam ki, xahiş edirəm, maddi cəhətdən çətinlik çəkirəm. Mənə devlət tərəfindən bir vəkil verin. Mən it yerinə qoyan oldu. Düzgünlə bizdə elə bir namuslu, qeyrətli, həqiqəti aşkar eləyən devlət bir vəkil verəmədim. Ya o vəkil ortaya çıxmadım ki, ay kasıb, gəl. Mən sənə heç nəyin lazım deyil, vəkillik eləyəcəm. Qoy Allah mənə onun əvəzini versin. Nə prezident tərəfindən sərəncam oldu, nə heç nə. Yəni, həmin incə dediyim sözdür. Kəndli, sən də özünü insan mı sayırsan? İnsanlığa asan mı sayırsan? Veteran, sən də özünü insan mı sayırsan? İnsanlığa asan mı sayırsan? Yoruna qurban olum, Mirzə Əkbər Sabir. Nə qədər siz qavağı görən olursunuz. Allah sizə rəhmət eləsin. Xalqımdan xahiş edirəm. Paylaşım eləsin. Mənim başım çıxmır. Bu TikTokdur, nədir, bu prezidentin saytına. Elə bil mənə böyük kömək eləmiş olursunuz. Kim kömək dursa elə bil o qədər də mənim evladıma rəhmət oxumuş olur. Çox sağ olun. Bu vəhşiliyi, bu qəddarlığı gördünüz. İndi marağında olun. Görən məhkəmə necə keçəcəkdir. Mən məhkəmədən tələbim odur ki, heç bir güzəşt olmadan ömürlük cəzası. Daha belə cəza yox ki. Getdi, biraz yatdı, 5-3 il yatdı, ondan sonra bunun dalından amnisti var. Rüşvət qanımızdadır, pulunu verəcəklər, tez də çıxacaqdır. Çünki o bizim qanımızdadır. Qanımızda deyəndə hamımız aid deyil. O 10% içimizdəki var, çəmədanı hələ doldurur, möşəkləri doldurur pulla. Elələri ölüsünə rəhmət oxutturmuşuq, nəhlət oxutturacaq. Əsl rəhməti biz kasıflar oxuturucuq. Sizə qurban olum, ay veteranlar, ay xalqım. Bağışlayın, başınızı ağrıtdım.